Həmin cəhətə görə də sadiqlər və salihlər dünyada həmişə qəm-qüssəlidirlər. Ey Musa, bəndələrimə göstəriş ver ki, işlərində məni çağırsınlar, lakin əvvəlcə iqrar etməlidirlər ki, mən rəhm edənlərin ən rəhimlisiyəm, biçarələrin köməyinə çatıb çətinlikləri və məşəqqətləri onlardan dəf edirəm, zəmanəni dəyişdirirəm, cəmaata aramlıq bağışlayıram. Onların çox az olsa da belə yaxşı əməlindən təşəkkür edir, çox yaxşı əməllərə savab verirəm, fəqirləri varlı edirəm. Yalnız mənim izzət və qüdrətim əbədidir. Sənə pənah gətirən sığınan günahkarlara de, mərhaba, ey əminəmanlıq məkanı axtaranlar. Öz Allahınızın müqəddəs dərgahına xoş gəlmisiniz. Onlar üçün mənim dərgahımdan istiğfar bağışlanmaq istə. Özün də onlardan biri kimi ol. Yəni əvvəla onlarla mehriban ol, ikincisi isə mənə dua edəndə onlarla birgə ol. Sənə əta etdiyim fəzilətləri onların üzünə çəkmə və onlara de ki, mənim rəhmət və fəzlimdən istəsinlər. Çünki məndən qeyri bir kəs bu iki şeyə rəhmət və fəzlə malik deyildir. Yalnız mən böyük fəzilət və əzəmət sahibiyəm. Ey Musa, xoş sənin halına ki, xətakarların pənahgahı, biçarələrin həmsöhbəti və günahkarlar üçün istiğfar edənsən. Sənin mənim yanımda bəyənilmiş məqamım vardır. Məni həmişə pak qəlb və doğrucu dillə çağır. Sənə əmr etdiyim kimi ol. Mənim əmrlərimə itayət et. Özünün olmayan şeylər vasitəsilə mənim bəndələrimə minnət qoyma. Mənim dərgahıma yaxınlaş. Çünki mən sənə yaxınam. Mən səndən elə şeylər istəmirəm ki, onların ağırlığı sənə əziyyət versin, yaxud onun ağırlığına dözə bilmirsən. Əksinə, səndən istəyirəm ki, məni çağırasan və hacətlərini məndən istəyəsən. Mən də cavab verim. Sən məndən istə, mən də sənə əta edim. Məndən öyrəndiyin şeylər vasitəsilə mənim dərgahıma yaxınlaş. Mən onları kamil surətdə sənə nazil etmişəm. Ey Musa, yerə bax, o tezliklə sənin qəbrin olacaqdır. Göylərin təbəqələrinə də bax, çünki başın üstündə əzəmətli mülk olan asimanlar vardır. Nə qədər ki dirisən, öz halına, nəfsinə ağla və çətinliklərdən, həlakət yerlərindən qorx, ehtiyatlı ol. Dünyanın zinətləri, bərbəzəkləri səni aldatmasın, məğrur etməsin. Zalim olma, zülmə də razı olma. Çünki mən zalimların yolu üzərində pusquda durmuşam, məzlumların haqqını onlardan alacağam. Ey Musa, hər yaxşı əməllər 10 qat savabı vardır. Lakin bir günahın nəticəsi həlak olmaqdan ibarətdir. Heç nəyi mənə şərik qoşma, mənə yaxınlaş və imanını möhkəmləndir. Mənim dərgahımda müt'i və tamakar şəxsləri kimi mənim yanımda olanlara fəzl, bağışlanmaq, məğfirət, günahların əhvi, rəğbətli, öz pis əməllərindən peşman olan bəndələr kimi mənə dua et. Çünki gecənin qaranlığı gündüzün nurunu aradan apardığı kimi günah və yaramaz əməllər də savabları məhv edib aradan aparır. Gecənin qara pərdəsi gündüzün nurunun qabağını aldığı kimi günah da böyük savabların üzərini tutub onları qaraldır. 41-ci hədis. Əbu Əbdillah əleyhissalam Allah Taala'nın Musa'ya vəhy etdiyi şeylər barəsində belə buyurur. Ey Musa, mən iman gətirmiş mömin bəndədən daha sevimli bir şey xəlq etmədim. Mən onun üçün xeyirli olan işlərlə onu imtihan edirəm və onun üçün xeyirli olan hər şeyə zəxirə ehtiyat edirəm. Yəni mən həm imtihanla ona xeyir yetirirəm, həm də onun bütün xeyir əməllərini qiyamət günü ona mükafat vermək üçün zəxirə edirəm. Mən bəndəmin işlərinin islahını onun özündən daha yaxşı bilirəm. Belə isə gərək o, mənim bəlalarıma səbr etsin, çünki onun üçün xeyirlidir. Nemətlərimə şükür etsin, qəza qədərimə razı olsun. Mömin bəndələrim bu işlərə mənim razılığım üçün əməl etsinlər və mənim əmrlərimə itayət etsələr, onları
siddiqlərin cərgəsində yazaram. 42-ci hədis. Əbu Əbdillah əleyhissalam buyurur, Tövratda belə yazılmışdır, mənə hörmət və ihsan edənlərə təşəkkür et və sənə təşəkkür edənlərə nemət ver. Çünki nemətlərə şükr edilərsə, heç vaxt həmin nemətlər zail olub aradan getməz. Əgər nemətlərə qarşı nankörlük edilsə, o nemətlər əldən çıxar. Şükr etmək, təşəkkür, nemətlərin artmasına, başqaları tərəfindən əminamanlıqda olmağa səbəb olur. 43-cü hədis. İmam Baqir əleyhissalam belə buyurur, Tövratda belə yazılmışdır, Musa Allaha belə ərz etdi, Pərverdigara, mənə yaxınsanmı? Səninlə ahəstə söhbət edim, yoxsa uzaqsan, səninlə uca səslə danışım. Xitab gəldi, ey Musa, məni yad zikr edən hər kəsin həmsöhbətiyəm. Musa ərz etdi, cəmaatın eyblərinə yalnız sənin pərdə çəkdiyin gün hansı şəxslərin eybləri örtüləcəkdir? Xitab gəldi, o kəslərin eybləri örtüləcək ki, məni yad edərlər. Mən də onları yad edərəm, həmçinin o kəslərin ki, məni sevirlər, mən də onları sevirəm. Yer əhli üçün bəla nazil etmək istəsəm, məhz bu şəxslərin xatirinə bəlanı dəf edərəm. 44-cü hədis. İmam Baqir əleyhissalam belə buyurur, təhrif olunmayan Tövratda yazılmışdı ki, Musa Allaha belə ərz etdi, Pərverdigara, ey mənim Mövlam, mənim qarşıma elə məclislər çıxır ki, onda sənin adını izzət və cəlalla yad edirəm. Bu yaxşıdırmı? Xitab gəldi, ey Musa, mənim adımı zikr etmək hər bir halda yaxşı və bəyəniləndir. 45-ci hədis. Əbu Cəfər əleyhissalam belə buyurur, Tövratda yazılır ki, Allah Taala Musaya vəhy edərək buyurdu, ey Musa, mənim sirlərimi öz qəlbində saxla və zahirdə mənim tərəfimdən, mənim və sənin düşməninlə müdara et. Mənim sirlərimi onların yanında aşkar etməklə, onların mənə yaramaz sözləri deməkdə cürətlənmələrinə səbəb olma. 46-cı hədis. Allah Taala Musaya belə vəhy etdi, ey Musa, dünyadakı arzuların uzun-uzadı olmasın, əks halda qəlbin bərk və qəsadətli olar, qəlbləri daş olan kəslər də mənim dərgahımdan uzaqdırlar. 47-ci hədis. Əbu Əbdillah əleyhissalam belə buyurur, Allah Taala Musaya belə vəhy etdi, ey Musa, mənə layiq olan şükrü yerinə yetir. Musa ərz etdi, bu şükrü sənin əhədiyyət məqamına layiq olan şükrü necə yerinə yetirə bilərəm? Halbuki bu şükür etməyin özü də başqa bir nemətdir. Gərək o şükrün də şükrünü yerinə yetirəm. Xitab gəldi, ey Musa, elə indi bu şükürdə sənin tərəfindən olan bir nemətdir deməklə mənim şükrümü layiqincə yerinə yetirdin. 48-ci hədis. Əbu Əbdillah əleyhissalam belə buyurur, Həzrəti Musa Allahla müraciət edərkən Allah tərəfindən ona belə xitab olundu, ey Musa, yoxsulluğun sənə üz gətirdiyini gördükdə de, əhsən salihlərin şüarlarına, yəni, ey yoxsulluq, xoş gəlmisən. Deməli, mən salih şəxsəm ki, mənə üz gətirmisən. Əgər mal, dövlət və sərvətin sənə üz gətirdiyini görsən, de, bu bir günahdır ki, insan onun cəzasını çox tez görür. Yəni, sərvət düzgün yolda istifadə olunmazsa günahdır və hər şəxs onun nə qədər tez zəvala uğramasını görür. 49-cu hədis. Əbu Əbdillah əleyhissalam belə buyurur, Allah Musaya belə vəhy etdi, ey Musa, mal-dövlətin çoxluğu ilə fərəhlənib şad olma və heç vaxt məni unutma. Çünki mal-dövlətin çoxluğu insanın günahlarını yaddan çıxarır. Mənim zikrimi tərk etmək də
qəlbi qəsavətləndirib bərkidir. 50-ci hədis. Əbu Əbdüllah əleyhissalam belə buyurur. Allah Taala Musaya vəhy etdi. Ey Musa, bəndələrim mənim sevdiyim 3 xislətdən başqa şeylə mənim dərgahıma tez yaxınlaşa bilməzlər. Musa ərz etdi. Pərverdigara, o 3 xislət hansılardır? Allah buyurdu. Ey Musa, dünya barəsində zahidlik, yəni dünya malına aldanmamaq, məftun olmamaq, mənim dərgahımda günah etməkdən çəkinmək və mənim xof və xəşyətimi ağlamaq. Musa ərz etdi. Pərverdigara, bu 3 işi görən şəxsin mükafatı nədir? Allah buyurdu. Ey Musa, dünyada zahid olanların mükafatı behiştdir. Məndən qorxu bağlayanların mükafatı budur ki, onlara məlakut aləmində behiştin ən yüksək dərəcələri olar, çox yüksək məqam verilir. Belə ki, mənim bəndələrimdən heç biri o məqama çata bilməz. Günah qarşısında özlərini saxlayan şəxslərin mükafatı budur ki, mən qiyamət günündə cəmaatdan hesab çəkəcəyəm, lakin onlardan hesab çəkməyəcəyəm. 51-ci hədis. Əbu Əbdüllah əleyhissalam belə buyurur. Allah Musa ibn İmrana belə buyurdu. Ey İmranın oğlu, mənim insanlara bəxş etdiyim fəzilətlərə görə onlara həsəd aparma. Gözlərini onların üstünə dikmə. Yəni, nə üçün onlar bu neymətlərə sahib olmalıdırlar, amma mən olmamalıyam, demə. Həsədin dalınca getmə, çünki həsəd aparan şəxs mənim neymətlərim qarşısında qəzəblənmişdir. O, mənim bəndələrimin qismətlərinin ziddinədir. Hər kəs belə olsa, mən ondan deyiləm, o da məndən deyil. Yəni, mənim dərgahımdan qovulmuşdur. 52-ci hədis. Əbu Əbdüllah əleyhissalam belə buyurur. Allah Tövratda Musaya belə vəhy etdi. Mən yeganə pərverdigaram, məndən başqa heç bir məbud yoxdur. Mən bütün varlıqları yaratmışam. Mən xeyri yaratmışam və onu sevdiyim şəxslərin əli ilə icra edirəm. Xoş o kəslərin halına ki, xeyri onların əli ilə icra edirəm. Mən yeganə Allaham ki, bütün məxluqatı yaratmışam. Mən şəri də yaratmışam və onu istədiyim şəxslərin əli ilə icra edirəm. Vay olsun o şəxslərin halına ki, mən şəri onun əlləri ilə icra edərəm. 53-cü hədis. İmam Baqir əleyhissalam belə buyurur. Bəzi asimani kitablarda qeyd olunur ki, Allah belə buyurdu. Mən yeganə Allaham ki, məndən başqa bir məbud yoxdur. Xeyri də, şəri də mən xəlq etmişəm. Xoş o kəslərin halına ki, xeyri onların əli ilə icra edəm. Vay o kəslərin halına ki, şəri onların əli ilə icra edəm. Vay olsun o şəxslərin halına ki, bu məsələdə şək şübhədə olarlar. 54-cü hədis. Əbu Əbdüllah əleyhissalam belə buyurur. Allah Taala buyurdu, mən yeganə Allaham, məndən başqa bir məbud yoxdur. Xeyri və şəri mən icad etmişəm. Xoş o şəxsin halına ki, xeyri onun əli ilə icra edirəm. Vay o şəxsin halına ki, şəri onun əli ilə icra edirəm. Vay o şəxslərin halına ki, bu məsələlərdə şək şübhədə olsunlar.